Hər birinizə salam, kanalıma və qutu açılışı videoma xoş gəlmişsiniz. Temudan yeni sifarişlərim gəlib. Bu kiçik proşkaları istifadə etməyi çox sevirəm. Əsasda evdə olarkən və tez-tez alıram. Böyük olanlar başımı ağrıdır. Bunlar çox rahatdır, amma çox kiçik olduqları üçün tez sınırlar və itirirlər. Ona görə də bol-bol alıram. Daha sonra göz üçün tünd qəhvəyi rəngli karandaş götürdüm. Waterproof yazılıb üstündə, yəni su keçirməz, amma su keçirməz deyil. Çox bəyəndim. Göz üstündə duruşu çox gözəldir. Mən göz içinə ya da göz altına da karandaş istifadə etməyi çox sevirəm. Tünd rəngli dodaq boyası ilə dodaq karandaş kimi də istifadə edirəm. Əlim yenə çox əsir, çox da fikir verməyin. Sonra qaş doldurmaq üçün olan belə bir şey aldım. Qaş rəngim tünd deyil, ona uyğun seçməyə çalışdım. 4 nömrəsini seçdim. Qaşlarım seyrəkdir, sıx deyil, ona görə qaşlarımı doldurmağı sevirəm. İnce uclu olduğu üçün bunu yaxşı olacağını düşünmüşdüm. Pis deyil əslində, amma tam istədiyim kimi də deyil. Üz yumaq qolbaqlarının altılı S şəklində olanını götürdüm. Bunları çox sevirəm, çox işimə yarayırlar. Tək qorxduğum biləklərimə dar olacağı idi ki, elə də oldu. Daha əvvəl də belə dar olanı götürmüşdüm. Onlar tez söküldülər. Ona görə bunları məcbur geri qaytarıb yenisini sifariş verməli oldum. Amma biləyimə tam olanları neçə aydır ki, istifadə edirəm. Onlar çox yaxşıdırlar. Bir də üz yumaq köpüyü ilə istifadə etmək üçün belə bir fırça aldım. Həm çox kiçik gəldi, belə kiçik görünmürdü şəkildə, həm də çox sərtdir. Üzü cızır, lazımsız bir şeydir məncə. Bir də belə ikili şəkildə üz yumaq köpüyü aldım. Bunları daha öncə də istifadə etmişdim. Çox da bəyənmişdim. Ətirləri xüsusilə çox gözəldir. Əsas da Sakuranı çox bəyənmişdim. Qiymətləri də çox münasib və sərfəlidir. Daha sonra qolbaq götürdüm. Bu qolbaqdan daha öncə də almışdım gümüş rəngli olanını, həm də çox bəyənmişdim. Onu Bakıdan gələrkən qoyduğum yerdə tapa bilmədim. Qısacası itirdim deyə yenə aldım. Daha sonra 3 ayrı sep dəsti kimi görünən, amma əslində bir yerdən bağlanan sep dəsti aldım. Bunlar da çox qəşəng çıxdılar, tam şəkildə olduğu kimi. Həm də yaxası açıq paltarlarla çox qəşəng yaraşırlar. Sonra bu üzük dəstini götürdüm. Bunlardan daha öncə də almışdım. Burada digərlərini də görürsünüz. Əvvəlkilər roz gold idi. Bu dəfəkilər isə gold golddur. Bu üzükləri o qədər sevirəm ki, neçə aydır ki almışam, amma demək olar ki, həmişə bunları taxıram. Bunları barmaqlarıma həm birlikdə, həm də ayrı-ayrı taxmağı sevirəm. Tək məncə daha gözəl görünürlər. Son olaraq telefonum üçün ekran qoruyucu götürdüm. İçində 5 dənədir. Həm də ekranı təmizləmək üçün kağızlar da olur içində. Barmağımı da kəsdim bu arada. Özüm yapışdırdım. Çətin olacağını düşünmüşdüm, amma çox asan oldu yapışdırmaq. Hələlik kanalıma abunə olub videomu bəyənməyi unutmayın, zəhmət olmasın.